Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının 4-cü günündə bu dəfə diqqət mərkəzində ağıllı şəhərlərdir. Şəhərlərin öz kimliyini, özünə məxsusluğunu qoruyaraq, eyni zamanda texnologiyadan istifadə edərək onları daha dayanıqlı və davamlı hala necə gətirmək olar, məhz bundan danışılır. İşğaldan dərhal sonra Qarabağda və Şərqi Zəngəzurda iri miqyaslı layihələr həyata keçirməyə başlanmışdır. Yeni kəndlər, qəsəbələr və şəhərlər salmağa başlanmışdır. Zəngilan, Cabral, Qubadlıda artıq kifayət qədər böyük bir işlərin həyata keçirməyi siz müşahidədə olurdunuz. Və biz bildiyiniz kimi ağıllı kənd, ağıllı şəhər konsepsiyalarının üzərində artıq tikintiləri həyata keçirdirik və bu cür təcrübəni əlbəttə ki, dünya miqyasında paylaşması bizim üçün də çox xoşdur və hal-hazırda bizim də bugünkü burada iştirakımız, əsas məqsədimiz burada öz təcrübəmizi beynəlxalq audiyensiyaya çatdırmasıdır və biz hesab edirik ki, bu tədbirin bizim üçün də çox böyük bir əhəmiyyəti olacaqdır. Düşünürəm ki, Azərbaycan üçün möhtəşəm bir tədbirdir. Bugün artıq biz özəl şirkətlər olaraq Azərbaycanın belə tədbirlərin keçirilməsində böyük nailiyyətləri görürük. Respublikamızın Cənab Prezidentin sayəsində belə bir tədbirlərin Azərbaycana gəlməsi bizim üçün çox belə böyük bir nailiyyətdir. Və Azərbaycan bugün düşünürəm ki, artıq investorlar üçün çox böyük bir platformadır. Bugün Sibriz kimi böyük layihələr, Ağşəhər kimi böyük layihələr, bugün Azərbaycanda yeni böyük belə layihələrin açılmasına bir start verilir, belə bir urban forumlar. Və təbii ki də biz də öz tərəfimizdən bir şirkətlər olaraq dövlətlə bir yerdə belə böyük bir yeni Ağşəhər kimi layihələrin davam edilməsini çox böyük bir təkan verə bilər belə bir forumlar. Tədbir Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi tərəfindən Azərbaycan Pavilyonunun Biznes və İnnovasiya Mərkəzində keçirilib. Şəhər dəyər zəncirinin tətbiqi, Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunmuş tədbirdə ilk öncə Azpromo'nun icraçı direktoru Yusif Abdullayev çıxış edərək Azərbaycanda şəhərsalma sahəsində tətbiq olunan maliyyələşən innovativ və ağıllı layihələrin müsbət nəticələrindən bəhs etdi. Ölkəyə birbaşa xarici investisiya cəlbinin və neft sektoruna olan yatırımların mühümlüyündən bəhs edərək davamlı və dayanıqlı şəhərsalma proseslərində Azərbaycanın təcrübəsinin təqdirə layiq və nümunəvi olduğunu bildirdi. Yeni mexanizmlərin tətbiqi, nəqliyyat logistika sahəsinə subsidiyaların verilməsi, əməkdaşlığın, yerli şirkətlərin regional və qlobal bazara inteqrasiyasının önəmindən danışdı. Bildirildi ki, bütün növ müəssisələrin birgə əməkdaşlığı və investisiya cəlbi və təkcə ideyaların yox, inamın, ortaq səylərin şəhərsalmada vacib rolu danılmazdı. Vurğulandı ki, ağıllı və davamlı şəhər inkişafı məsuliyyətli yanaşma tələb edir və şəhərlər təkcə yaşayış yeri deyil, həm də milli mədəni irsin daşıyıcılarıdır. Tədbirdə eyni zamanda Azərbaycan şəhərinin regionun iqtisadi biznes əlaqələrində artan önəmindən danışıldı və şəhərsalma prosesində şirkətlərin təkcə konstruktiv iştirakı yox, yaradıcı təşəbbüslərinin artmasını vacibliyindən bəhs edildi. İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud ağıllı şəhərlərin qurulmasında vahid strategiya tətbiqinin önəmi, mədəni irsin və infrastrukturun qorunmasının rəqəmsallaşdırılması və ölkəmizin bu sahədəki təcrübəsi, ağıllı qoruq yanaşması tətbiqi, inteqrasiya olunmuş urban ekosistemlər barədə çıxış etdi. Bildirildi ki, Azərbaycanda rəqəmsal kadastr sisteminin tətbiqi vahid koordinasiya imkanları yaradır və park zonaları belə rəqəmsal idarə oluna bilir. Həmçinin vurğulandı ki, müxtəlif mobil tətbiqlər, ağıllı kamera sistemləri vasitəsilə şəhərlər məskunlaşma üçün daha əlverişli hala gətirilir və bir çox mədəni tədbirlər, rezervasiya xidmətləri vahid platformadan idarə oluna bilir. Şəhərsalma sahəsində nəzəri mərhələdən praktiki mərhələyə keçidin önəmindən danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri və Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının koordinator müavini Gülşən Rızayeva urban proseslərdə planlamanın ilkin önəmindən bəhs etdi. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad olunmuş ərazilərə böyük qayıdış prosesində bərpa quruculuq işləri zamanı istər infrastruktur qurulmasında, istərsə də nəqliyyatın inkişafında Azərbaycanın mövcud təcrübəsindən bəhs etdi. Tədbirin davamında bir sıra investisiya şirkətlərinin təqdimatları keçirildi.